Salam dostlar. Xatemel Enbiya Hazret Muhammed sallallahu aleyhi ve sellemin şəhərində, Mədinə şəhərində, Səudi Ərəbistanında Hazret Peyğəmbərin məzarı kənarında, Paç müqəddəs məzarı kənarındayıq. Akşam gəlmişdi, təmizlik işləri getdiyi üçün qapı bağlıydı. İndi isə təmizlik işləri yekunlaşıb. Artıq Hazret Peyğəmbəri ziyarəti üçün qapılar açıqdır. Ziyarət eləmək üçün hər kəs içəri daxil ola bilər. Bu əzəmətli İslam Peyğəmbəri bu binada qəbri şərifi yaşıl kümbəcin altındadır. İndi sol tərəfdən içəri daxil olub bir xətt üzrə gedib Hazret Peyğəmbəri ziyarət edəcək. İnşallah. Allah arzusunda olanlar hər kəsə nəsib eləsin. Xurma ehsan eləyir. İçəri adamlar polisten güclə icazə aldım. Daxil oldum hərəmə yaxınlığına. İnsanlar palatkanın o yüzündən ziyarət edirlər artıq. Güclə icazə aldım ki, xətdən bu yüzünə keçmək üçün. Hazret Muhammed'in qəbri şərifidir. Baş qəbri şərifi. Allah bütün arzusunda olanları ziyarət nəsib eləsin. Hazret Muhammed'in bu dünyada ziyarətin, ahirətdə isə şəfaətin hamımız üçün nəsib eləsin Allah. Ya Muhammed, Ya Muhammed, Ya Muhammed, Allahümme salli ala Muhammed ve Ali Muhammed. Burada da nəsib oldu ki, xəttin ucuna keçə bildik. Ya Allah, Ya Muhammed, Allahümme salli ala Muhammed, Muhammed sallallahu aleyhi ve sellem. En əzəmətli insanın, en böyük şəxsiyyətin məzarı ətrafında Hazret Peyğəmbər sallallahu aleyhi ve sellem Xatemel Enbiya, bəşəriyyətin en üstünü, en üstün şəxs. Dünyanı, yeri göğü Allah Tebarək ve Teala Hazret Peyğəmbərə görə yaratmış, bütün insanlığın iftixarı olan Hazret Muhammed'in qəbri şərifi. Allahümme salli ala Muhammed ve ali.
Bu xəttlə keçirsən, işlidən sonra keçib məscidlərdə ziyarət namazı qılır insanlar. Allah istəyənlər hər kəsə nəsib eləsin. Amin.